Salam əziz dostlar, xoş gördük hər birinizi. Bugün mövzumuz Avropa ölkələri orta əsrlərdə və ilk mövzumuzdan başlayırıq. Bizans dövləti. Bizansın 11-ci əsr tarixinə aiddir. Slavyanların imperiya ərazisində məskunlaşması 6-cı əsrin ortalarıdır. Vandal Oskot krallığının işğalı Justinian dövründədir. Justinian hakimiyyətdə olub 527-565-ci illərdə, bu da 6-cı əsr edir. Səlcuqların hücumuna məruz qalma, bəli, Malazgirt döyüşü də baş verib aralarında 11-ci əsrdə. Müqəddəs Sofiya kilsəsinin qarəti 1204-cü ildə səlibçilərin yürüşü ilə bağlıdır. Uyğunluq Qaraqoyunlu dövlətinin mövcud olduğu dövrdə, yəni 1410 və 1468-ci illərdə Avropada, Asiyada nə baş verib? Bizans imperiyasına son qoyulub 1453-də, bəli. İspaniya krallığı 1479-15-ci əsrdə səlibçilərin Qüdsdən qovulması. Səlibçilər Qüdsdən qovulur 1187-ci ildə, bu da aid deyil. Şeybanilər Heratı ələ keçirir 1507, aid deyil. Dehli Sultanlığı 1206-dan 1526-ya qədər mövcud olubsa beyni götürə bilərik. Çində Yuan sülaləsinin əsasının qoyulması 1271-1368-ə qədərdir, aid deyil bu. Birinci tərəf olacaq A, ikinci tərəf olacaq B, cavab Y variantı. 11-ci əsrdə Bizansın Səlcuqlar tərəfindən ələ keçirilən ərazisi Malazgirt döyüşünün nəticəsində Anadolunun şərqinə Səlcuqlar yiyələndi, 3Y variantı. Bizans imperiyası hücumuna məruz qalmışdı, 1, 2, 3 yazıram. Axunun hücumuna məruz qalmır. Attilanın hücumuna məruz qalır, Frankın hücumu yoxdur. 6-da Göytürkün hücumu var, İstəmi, Xəzərin yoxdur. Sasaninin var, Mehraninin yoxdur, Ərəbin var. Səlcuq 11-ci əsrdir. Deməli olacaq 1B, 2AC, 3B, C variantı 4 olacaq. 5. Yeni sual tipidir. Euler-Venn diaqramına uyğun olaraq D-ni tapmaq lazımdır bizə burada. Ümumi təhlil etmirik, sadəcə D-ni tapırıq. D də Bizansla Şirvanşahların ortaq cəhətidir. 11-ci əsrin ikinci yarısında Səlcuqlara xərac verilməsinin qəbul edilməsi, bəli, Bizans 1071, Şirvanşahlar 66, 1066. 15-ci əsrdə Osmanlı dövlətindən asılılığı qəbul edən Bizans asılı olmur, Bizans birbaşa ləğv olur. Atabəylər dövlətlə mübarizə aparan Şirvanşahlardır, Dərbənd səddini təmir edən Şirvanşahlardır. Karadova ilə mübarizə heç birinə aid deyil. 6. Bizans imperiyasından fərqli olaraq Göytürk, birinci Göytürk və Axun. Sasanilərlə müharibə ikisi də aparıb. Birinci Göytürk də aparıb, Bizans da aparıb. Bu fərq deyil. Xalqların böyük köçündən sonra yaranmayıblar. Elə bu dövrdə yaranıblar. Xalqların böyük köçü 4-7-ci əsrlərdir. Birinci Göytürk 6-cı əsrdə yaranıb, Bizans 4-cü əsrdə yaranıb. Çinə aslı hala salıbmı? Bəli, birinci Göytürkdən Muğan. Bu Bizansa aid deyil. Axun 4-də yaranıb, elə Bizans da 4-də yaranıb. Məzdəklər hər şatını yatırmaqda Sasanilərə kömək etmişdi, bəli. Xəzərlər tabe etmişdi, Axun tabe etməyib. Doğru cavab 1C, 2 isə B, 6 oldu B variantı. 7. Bizans imperiyası, Xəzər xaqanlığı. A-nı tapmalıyıq, amma biz A-nı, Bizans imperiyasını, ərazisinin bir hissəsi deyirsə, Suriya, Fələstin, Misirin işğalı var Rəşdi xəlifələrin dövründə. Bu da Bizansdır. Slavyanların yürüşünə hər ikisi məruz qalıb. Mehranilərlə diplomatik münasibətlər yadda saxlayan ikisində də var. Diplomatik münasibətlər Bizans imperiyasından 2-ci Konstantin Cavanşir ilə diplomatik münasibətlərdə olub. Xəzər xaqanlığı da 665-ci ildə. Ərəblərin hücumuna məruz qalması ikisində də var. Alban hökmdarı Cavanşirin qoşunları tərəfindən məğlub edilən 662 Xəzərlərdir. 8. Bizansdır, Sasanidir, Xəzərdir. Xilafət qoşunlarının hücumuna məruz qalan hər üçü, həm Sasani, həm Bizans, həm Xəzər. Musəvri olacaq Xəzərdə. Mehranilərlə Rəşidi xəlifələrinə qarşı mübarizədə müttəfiq olan, bu həm Sasanidir, həm də Bizansdır. Bizansdan 2-ci Konstantindir ki, Rəşidi xəlifələrinə qarşı mübarizədə müttəfiq olub 654-cü ildə Cavanşirlə. Sasanilər də 636-637 Kadisiya-Ktesifon döyüşlərində Rəşidi xəlifələrinə qarşı, bəli, Mehranilərlə deməli müttəfiq olub. Ona görə C-ni mən atdım 4-ə. Malazgirt döyüşündə məğlub olan Bizansdır. Cərmidan döyüşündə məğlub olan isə Sasanilərdir. Deyirsiniz ki, burada iştirak edən axı İsfəndiyardır. İsfəndiyar da Sasanilərin Azərbaycandakı mərzibanıdır. Ona görə Sasanilər dövlətinə bunu aid edirik. 8-də 1D, 2Y,
3B, 4C və 5A-dır. Ümumi cavab A variantı 8. 9. Bizans imperiyasının 1-ci Göytürk xaqanlığı ilə oxşar cəhəti lazımdır, amma Avropa Hun dövlətindən fərqli olsun. Xəzərlərin tabe edilməsi. 1-ci Göytürk tabe edib, lakin Bizans tabe etməyib. Bizansın Xəzərlərlə müttəfiq münasibəti var, Sasanilərə qarşı da mübarizə aparıblar. Sasani dövləti ilə mübarizə ikisinin də ortaq cəhətidir, bu Avropa Hun'da yoxdur. Xalqların böyük köçü dövründə yaranması 1-ci Göytürkdə, Bizansda elə Avropa Hun dövləti bu dövrdə yaranıb. Eyni əsrdə yaranmaları Bizans 4-dür, 1-ci Göytürk 6-dır. Mehranilər diplomatik münasibətlərin qurulması bu Bizansdadır. Doğru cavab B-dir. 10. Bizans dövləti Axun dövləti oxşar cəhət eyni əsrdə yaranıblar 4-də 1. Ərəblərlə müharibə Bizansdadır. Sasanilərlə mübarizə ikisində də var 3. 1-3. Xəzərlərlə müttəfiq olan Bizansdır. Sasanilərə qarşı birləşmişlər müttəfiq olaraq 1-3. 11. Bizans imperatoru Justinianın hakimiyyəti 527-565 Vandal krallığını tutur. Roma imperiyasının iki yerə parçalanması bunun dövrü deyil. Sasanilərlə müharibə aparıbmı? Aparıb. Misir və Suriya ərəblər tərəfindən işğalı bu artıq 7-ci əsrdir. 1-3 Justinian dövrü deyil, yəni 11 də olacaq 1-3. 12. Hadisə nəticənin uyğunluğu, hadisə ərəb qoşunlarının hücumu, Fələstinin Bizansın əlindən çıxması. Bəli. Səlcuqların ölkə ərazisində məskunlaşması, Bizansda quldarlıq yox, Səlcuqların yox, Slavyanların. Malazgirt döyüşü, Bizansın Şimali Afrikadakı torpaqlarını itirməsi yox. Attilanın Şərqi Romaya hücumu, Bizans imperatorunun Hunlara xərac verməsi doğrudur. 1-4-dür. 12-nin cavabı 1-4-dür. 13. 7-ci əsrdə Bizans imperiyasının ərəblər tərəfindən işğal olunan əraziləri Suriya, Fələstin, Misirdir. Biz Misiri görürük, Suriyanı görürük. 2 və bir dəqiqə bu nədir? 6. 2, 6. 13 oldu 2 və 6. 14. 7-ci əsrə qədər Bizansın tərkibində olub, Rəşidi xəlifələrin dövründə müsəlmanlar tərəfindən fəth olunub. Yenə də Misirdə 2, Suriyada 5, 2, 5, 14-ün cavabıdır. Nəhayət bu mövzunun son sualı dövlətlərin süqutunun xronoloji ardıcıllığıdır. 1922 noyabrın 1-də Osmanlıdır. Qərbi Roma 476-dır. Bizans 1453-dür. Səfəvi 1736-dır. Burada olacaq 35-də bizim cavabımız 4, 1, 4, 1, 3 və 2. 4, 1, 3, 2 cavabdır. Növbəti mövzu olacaq İngiltərə. Verilmiş xüsusiyyətlərin hər ikisi aiddir. 12-ci əsrdə hər bir azad adam birbaşa kral məhkəməsinə müraciət edə bilərdi. 2-ci Henrixin məhkəmə islahatı, cəngavərlərdən qalxan pulu adlı xüsusi haqq alınırdı. 2-ci Henrixin hərbi islahatı, bu da İngiltərəyə aiddir. 16-cı əsrin ikinci yarısında dəniz ticarətində İngiltərənin əsas rəqibi kimdir? Əlbəttə ki, İspaniya. 15-ci əsrə aiddir. Almaniyada reformasiya, kəndli müharibəsi 16-dır. Jaklar üsyanı 14-dür. Tudorların gəlişi 15-dir. Bəli, 1485. Yüzillik müharibənin başlaması 14-dür, bitməsi 15. Məğlub edilməz armada 1588-16-cı əsrdir. Məğlub edilməz armadanın məhv edilməsi nəticəsində 1588-ci ildə nə baş verib soruşur bizdən? Əlbəttə ki, İngiltərənin dəniz qüdrəti artıb. Crecy-Poitiers 100 illikdə baş verən döyüşlərdir. Növbəti Azincourt döyüşü. Crecy Azincoutu verib Poitiers döyüşü. Crecy 1346, Poitiers 1356, Azincourt 1415. 100 illik müharibə dövrünə baş verməyib. Crecy baş verib. Jaklar, Orleanın mühasirədən azad olması, Azincourt, Verden 1916 1-ci Dünya müharibəsidir. 12-ci əsrdən hər bir azad adamın birbaşa kral məhkəməsinə müraciət etmək hüququnu aldığı ölkə İngiltərə 2-ci Henrix. 12-ci əsrdə vahid kral məhkəməsi yarandı İngiltərə. Narman işğalı nəticəsində İngiltərədə 1066-cı ildə mərkəzləşmiş dövlətin əsası qoyulacaq. İngiltərədə mərkəzləşmiş dövlətin yaradılmasının əsasını qoyuldu Norman işğalı 1066-da. Böyük azadlıqlar xartiyası üçün xarakterikdir. Nə vaxt imzalanıb? 1215-ci ildə. 100 illik müharibə dövrünə imzalanmayıb. Əhalinin bütün təbəqələri iştirak etmir. Azad adamlar iştirak edir. Ödənç müqabilində müraciət edə bilərdilər kral məhkəməsinə. Yəni bütün təbəqələr deyil, azad adamlar.
13-cü əsrdə baş vermiş üsyan nəticəsində imzalanır, bəli. Fransanın 13-cü əsrin əvvəlləri tarixinə aid, Fransaya aid deyil bu, İngiltərəyə aiddir. İngiltərə kralı 1-ci Wilhelm deyil, İngiltərə kralı Johndur və onun baronlarıdır. Onun baronları arasında imzalanır. Y variantı, üzr istəyirəm, Y variantı yanlışdır. D də yanlışdır, Y də. Doğru cavab 12-də C variantıdır. İngiltərə kralı 2-ci Henry islahatlarına aid deyil. Feodallardan qalxan pul adlanan verginin alınması var. Kral hakimiyyəti güclənir. Kral məhkəməsinin səlahiyyətləri artır. Əhalinin bütün təbəqələrin kral məhkəməsinə müraciət edə bilməsi. Yenə də qeyd edilir, bütün təbəqələr deyil. Muzlu cəngavərlər orduya cəlb olunur, bəli. 13 oldu, D variantı. 14. Osmanlı Ankaranı Teymuri ilə aparır. Roma Pun müharibəsini Karfagen ilə aparır. Fransa Kosova döyüşünü ümumiyyətlə yoxdur. Bizans Maltepəni Osmanlı ilə, İngiltərə 100 illiyi Fransa ilə 4-5. 16-cı əsrdə İngiltərənin dəniz ticarəti uğrunda mübarizədə mövqeyi möhkəmləndi. Nə zaman? 1588-ci ildə İspaniya üzərində qələbə çaldıqdan sonra məğlub edilməz armadanın darmadağın edilməsi nəticəsində. Y variantı. 1588-ci ildə baş vermiş döyüşün nəticəsini bizdən istəyir. Burada da məğlub edilməz armadanın İngilislər tərəfindən darmadağın olunmasını görürük. Eyni ildə baş vermişdi Səlcuqların Rəvvadilər dövlətini özlərinə tabe etməsi. Bu 1054-dür. Katolik kilsəsinin parçalanması artıq bu 1517-dir. Şah İsmayılın hakimiyyətə gəlməsi 1501-dir. Reformasiya başlayır 1517-dən. İngiltərə Tudorların hakimiyyətə gəlməsi 1485-dir. Mərv 1510-dur. Amasya 1555-dir. Səfəvilərin paytaxtının Qəzvinə köçməsi, Qəzvindən yox, şəkilciyə diqqət yetirin, ona görə D yanlışdır. Qəzvinə köçməsi olsaydı hər ikisi 55-də baş vermişdi. Hastings 1066, Şirvanşahların Səlcuqlara tabe olması 66. Y variantı oxşar cəhətdir. İngiltərədə Tudorların hakimiyyətə gəlməsi nəticəsində baş verdi. 100 illik müharibəyə son qoyulmadı. 100 illik müharibədən sonradır bu. Lordlar Palasası ləğv olmadı. Mərkəzi hakimiyyət gücləndi. Mərkəzləşmiş dövlətin əsası Normanın işğalı ilə qoyulur. Otto üsyanının baş verməsi də buna aid deyil 14-cü əsrdə. Otto üsyanının səbəblərindən biri nə ola bilər? Otto üsyanının səbəblərindən biri ilə yoxsullara qarşı amansız qanunların verilməsidir. Konkret sualda cavab tələb edir. 2-ci Henrikin islahatları, məhkəmə, hərbi. Bütün əhali kral məhkəməsinə müraciət edə bilərdimi? Bütün əhali yox. Bütün əhali yox. Kral məhkəməsi səlahiyyətləri genişləndi. Doğrudur. Muzlu cəngavərlər hərbi xidmətə cəlb olundu. Hərbi islahatdır. Baron qoşunlarının sayı artırıldı. Yox. Feodallara qalxan pul adlanan verginin qoyulması aiddir. Azad əhali silah saxlamaq qadağan olundu, yanlışdır. 1B, 2də B olacaq elə. 20 olacaq C variantı. 21. İngiltərə və Fransa 14-cü əsrin ikinci yarısı. Ümumi cəhəti. Ayrı-ayrı təbəqələrin, nümayəndələrinin iştirak etdiyi hakimiyyət orqanı var ikisində də. A ortaq cəhətdə elə. Birində baş ştatlar, birində parlament. Bütün ərazinin vahid dövlətdə birləşməsinin başa çatması 15-dir. Norman işğalına məruz qalmaları Fransa 9-cu əsrdə məruz qalır, 9-10-cu əsrlərdə, İngiltərə 11-də. Ölkən kralların Rom papasının vassalı hesab olmaları 14-ün ikinci yarısı yox. Mərkəzləşmiş dövlətin yaradılmasının əsasının qoyulması Fransada 12-də, İngiltərədə isə 11-də. 1 Fransa, 2 İngiltərənin ərazisidir, 12-ci əsr. Diqqətli olun, suala birinci baxın. Əsr yazılıb çünki yuxarıda. 2-ci Henrikin islahatları varmı? İngiltərədə var. Biri A-na aid edə bilərik. Bütün ölkə üçün vahid kral məhkəməsinin yaranmağa başlaması 12-ci əsr aid edə bilərik. Xat yürüşlərinə iştirak edib 12-ci əsrdə hər ikisi iştirak edib, gedəcək ortaya. Mərkəzləşmə siyasətinin başlaması bu olacaq Fransada. İlk parlamenti çağıran, İlk parlament İngiltərə çağırıb tarixdə, amma 1265-dir bu 13-cü əsrdə. 1AB, 2D, 3C, 22 oldu A variantı. 23. İngiltərə 11-ci əsrin birinci yarısında fərqli olaraq ikinci yarısında. Mərkəzləşmiş dövlət ikinci yarısındadır, 1066. Kral hakimiyyəti 12-ci əsrdir.
Yox, üzr istəyirəm. Elə bildim Henrikin islahatıdır. Kral hakimiyyəti 11-də də var, 12-də də var. Fərq deyil ki. Əhali və əmlak siyahıya alındı. Bu da olacaq elə Vilhelm dövründə. Norman işğalı. AC gedir 1-ə. 12-də təhkimli kəndlilər azad edildi. Yox. Kral məhkəməsi yarandı. Şəhərlər özündarı hüququ qazanmadı. Birinci tərəf AC, ikinci tərəf B. 23 oldu Y variantı. İngiltərə, Fransa A-nı istəyir İngiltərəni. 14-cü yüzildə parlamentin yaranması 13-də yaranıb. Azincourt döyüşündə qalib gələn bəli 1415-də Fransaya İngiltərədir. Xaçlı yürüşlərində ikisi də iştirak edir. Kəndli üsyanlar ikisində də olub. 15-ci əsrdə mərkəzləşdirilmiş dövlətin yaranması başa çatdı. İkisində də var bu. Doğru cavab 24-də B variantı. 25. Al Qızılgül, Ağ Qızılgül müharibəsi dövründə 1455-1485. Bayandurlar soyası hakimiyyətə gəldimi? 1468-də gəldi. Mərkəzləşmiş dövlət deyil. Nə Qaraqoyunlu, nə Ağqoyunlu bu dövrdə. Çevrilə bilmədi mərkəzləşmiş dövlətə. Hərbi xidmət müqabilində soyurqal verilir. Osmanlıda paytaxt İstanbuldur. Bəli. Bir dəqiqə yox. İstanbul şəhəridir, bəli. 53-də İstanbula köçüb paytaxt. Qanunnamə 1476-da verilib, bu da aiddir. Sultan Süleyman 16-cı əsrdə. Deməli, 1 olacaq AC, 2 AB. AC, AB, D variantı 25. Yüzillik müharibə dövründə Osmanlı dövlətində Azərbaycanda 1337-1453-cü illərdə Teymurilərlə müharibə baş verib 1402-dir. Trabzon imperiyasının süqutu 1461 olduğuna görə götürmürük bunu. Ağqoyunlu dövləti ilə müharibə başlayır. Başlaması Qoylisar döyüşüdür 1461, bu da aid deyil. Azərbaycanda qalibiyyətli müharibələr nəticəsində Baharlı sülaləsi hakimiyyətə gəldi. Baharlı sülaləsinin yaranmasını desə, banisi Bayram Xocadır. 1351-ci ildə yaranıb. Amma Baharlının hakimiyyətə gəlməsini istəyirsə bizdən, hakimiyyətə gəlməsi 1410-cu ildə artıq. Bu var. Cəlalilərin hakimiyyətinə son qoyulması Azərbaycanda 1410 var. Plaşlar dövlətin əsasının qoyulması 1258-dir. Bu aid deyil. Birinci tərəf A, ikinci tərəf AB. 26 Y variantı. İngiltərə Norman işğalı nəticəsi siyasi, sosial-iqtisadi nəticələrini istəyir bizdən. 27-də. Özündar hüququ verilmədi. Siyasi birliyi möhkəmləndi. Dövlətin əsası qoyuldu. Siyahıya alındı əhali. Kəndlər əsasın təhkimli vəziyyətə düşdü, bəli. Vahid Kral məhkəməsi 12-ci əsrdə. Deməli, birinci tərəf BC-dir, 2 AB-dir. Olacaq Y variantı 27. 28. İngiltərə 13-cü əsrdən fərqli olaraq 14-də, Fransa ilə müharibə 13-də də var, 14-də də var. Parlament fəaliyyət göstərdi. Parlament 13-də var da, 13-dən fəaliyyət göstərdi, 1265-də yaranıb da. Parlament qanunların verilməsinə iştirak etmək hüququnu 14-də qazanıb. C doğrudur. 15-də Tudorlar sülaləsi hakimiyyətə gəldi. Mütləq monarxiyanın yaranması prosesi başladı. 15-də bəli. Vahid Kral məhkəməsi 12-ci əsrdə Henrix islahatları. 1C, 2AB olacaq. C variantı 28. 29. Yenə də İngiltərənin Fransanın ərazisini verib. Sualda bir şey istəyirmi? Klassik feodalizm dövrünü istəyir bizdən. 29-cu sualda klassik istəyir bizdən. Əhalinin əksər təbəqələrin təmsil olunduğu nümayəndəli orqan mövcud olması. İkisində də var da bu. Başdatlar, bir də parlament. Tudorlar sülaləsi tərəfindən idarə olunurdu. Klassikdə. Bu olsun İngiltərə. Kəndli üsyanı ikisində də olub klassikdə. O Tayler, Jaklar. Xaçlı yürüşlərində ikisi də iştirak edib. Kresi döyüşündə məğlub olan Fransadır. 1B, 2Y, 3AC-D. Olacaq 29 B variantı. 30. Fransa, İngiltərə, müqəddəs Roma. Xaçlı yürüşlərində üçü də var. Yadda saxlayın. 56 Poitiers döyüşündə məğlub edildi. Fransadır. Azincourt döyüşünə qalib gələn İngiltərədir. Habsburqlar sülaləsi tərəfindən idarə olunan müqəddəs Romadır. Böyük Azadlıqlar Xartiyasının qəbul olunması bu da İngiltərədir.
1B, 2C'ye, 3D, 4A, 30 cevabı A variantı olacaq. 31. Birinci xaçlı yürüşündən fərqli olaraq ikincidə Qüds şəhəri ələ keçirildi, 1-də keçirilib. Feodalların rəhbərlik etdiyi xaçlı ordusu məğlubiyyətə uğradı. İkincidə məğlub oldu, bəli. Aralıq dənizin şərq sahillərində xaçlı dövlətlər yarandı. 2-də yox, 1-də. Birinci tərəf oldu B variantı, sadəcə B. 4-cü xaçlı yürüşü. Xaçlılar Konstantinopol tutdu. Bizans dövlətinin tamamilə son qoyula bilməz, bu Osmanlıdır. Qüds şəhəri xaçlılardan azad olundu. 4-cüdə yox. Doğru cavab birinci tərəfdə B-dir, ikinci tərəfdə A-dır. 31 ümumi A variantı. 32. Oğuz-Talli üsyanının səbəbi nədir? Çəpərləmələr 16-cı əsrdir. Oğuz-Talli üsyanı 14-cü əsr. Təhkimçilik hüququnun rəsmiləşdirilməsi. Təhkimçilik burada rəsmiləşmir. Təhkimçilik əvvəldən var, yəni. Vergilər artıb, budur məsələ. Yoxsulların güzəralını pisləşdirən qanunlar var. Sonradan yumuşalacaq. Qalxan pul adlı verginin alınması bu 12-ci əsrdəndir də, yəni üsyan səbəb deyil bu. 3-4-dür. 32-ci cavabı 3-4-dür. Oğuz-Talli üsyanının nəticəsini istəyir indi. Təhkimçidən azad edilməsi sürətləndi. Tamamilə azad olmadılar, sürətləndi, bəli. Ləğv olmadı, vergi mükəlləfiyyətləri azaldı. Təhkimçilik ləğv olmadı. Xeyr. Vergilər bir qədər azaldı. Çəpərləmə bu dövrdə yoxdur. 1-4-dür cavab 33-də. 1-4, 34. Norman işğalı İngiltərədə mərkəzləşmiş dövlətin əsasını qoydu. 1 doğrudur. Henrixin islahatları Vahid Kral məhkəməsini yaratdı. 2 doğrudur. Azincourt döyüşü İngilislər Orlean şəhəri mühasirədən əl çəkdilər, yox. İngiltərədə ilk parlament çağırılması Roma papası İngiltərə kralının asılığa düşməsi yanlışdır, əlaqəsi yoxdur. 1-2. 35 uyğunluğu müəyyən edək. 13-cü əsrdə İngiltərə kralı özünü papanın vassalı elan etdi. O, Tallin başçılığı üsyan baş verdi. Əlaqəsi yoxdur bunun da. Böyük azadlıqlar xartiyası imzalandı. Şəhərlərə və azad kəndlərə məhdud hüquqlar verildi mi? Verildi, bəli. 2. 35 deməli oldu. 2. Hastings döyüşü İngiltərə kralının ordusu məğlub oldu. 3. 2-3 cavabımızdır. Henrix islahatları siyahıya alınma deyil. Bu Wilhelmdədir. 2-3'dür cavab. 36. 17-ci əsrin birinci yarısı. İngilislər Şimali Amerikada koloniya yaradıb mı? Bəli, yaradıb birinci yarısında. Rusiyada yeni sülalə gəlib mi hakimiyyətə? Romanovlar gəlib, bəli, birinci yarısında. 2. Şimal müharibəsinin başlaması 18-ci əsrdir. Lalə dövrü 18-ci əsrdir. Səbəbi İngiltərə arasında müqavilə, bəli, 17-ci əsrin birinci yarısında. 21-də müqavilə var, 22-də mübarizə. 1-2-3. 36, 1-2-3, 1 dəqiqə, 1-2, 5 üzrə istəyirəm, 3 neydi yazdım. 1-2-5. 11-16-cı əsrlər İngiltərə, tarixdə ilk dəfə müstəmləkə işğallarına başlayan İngiltərə deyil, Portuqaliya, İspaniyadır. 3-cü xaç yürüşündə fəal iştirak etmişdimi? İngiltərə etmişdi. Habsburglar tərəfindən idarə olunmur, yox, yanlışdır. Reformasiya dövründə kralın başçılıq etdiyi kilsə yaradılmışdı. 100 illik müharibədə məğlub olmuşdu, Fransaya məğlub olmuşdu. 37, 2, 4, 5. 38, Normandiya Hersoqu Wilhelmin İngiltərənin işğalı 1066. 100 illik müharibənin başlaması 1337. Orleanın mühasirədən azad olunması 1429. İlk parlament 1265-də çağırılır. 38 olacaq bizdə deməli 1, 4, 2, 3. 1, 4, 2, 3. Oğuz-Talli 1381, Başdatlar 1302, 100 illik müharibənin başa çatması 1453, Tudorlar gəlir hakimiyyətə 1485. 39, 2, 1, 3, 4. Nəhayət bu mövzunun son sualıdır. 2 İngiltərə, 1 Fransa. Müstəqil əmirliklər heç biri parçalanmayıb. 11-ci əsrdə mərkəzləşmiş dövlətin əsasını qoyan 2B-dir. Birinə yazacağım, baxım. 12-ci əsrdə Vahid Kral məhkəməsi yarandı. Bu da elə İngiltərədir. 100 illik müharibədə qalib gələn Fransadır. Məğlub edilməz armadaya sahib olan ölkə İspaniyadır. 1D-dir, 2BC-dir. 41D, 2BC.